Hər vaxtınız xeyir olsun, necəsiz? Ümidvarım ki, yaxşı olasınız. Əziz dostlar, bugün sizlərlə riyazi ədədlərlə bağlı test tapşırıqlarını işləyəcəyik. İlk öncə operatorlarla başlayaq. Gəlin birinci suala baxaq, görək necə etmək lazımdır. İlk öncə burada A və B-ni görürsünüz. Həmçinin də yəni bunları görürsünüz. Xüsusilə də burada bir şey vurğulayın ki, baxın bu üçbucaqla və bu oxa diqqətlə baxın, çünki onlara uyğun hərəkət edəcəyik. Gəlin burada həmin bax bu üçbucaq burada da var, ox işarəsi burada var. Amma üçbucaqdan burada da var. Bunu da qeyd edeyim. Deməli biz burada nə etmək lazımdır? Gəlin sizə bilim köməklik. Gəlin buna baxaq. 8, 12. Deməli biz burada A-nın yerinə 8 qoysaq, B-nin yerinə 12 qoyacaq. Gəlin, A oldu 8. 8-i 2-yə vuranda neçə eləyəcək? Baxın, 2 A-dırsa, demək ki, bunların arasında vurma var. 2 dəvə 8-in 16 eləyir. Üstünə də B, yəni 12. Burada cavab olacaq neçə? Burada cavab olacaq 28. Gəlin bura, baxın, bura 28 qoyaq. Bunları silək. İndi isə keçək. 12 ilə 8-i qoyaq. Bu səfər bura. Bura A olacaq 12. Baxın, bunları deyirəm. Bura olacaq 8. Gəlin 2-ni 12-yə vuranda 24. B isə 8 olacaq. Burada da toplam cavab olacaq 32. Bunlar aydın oldu. Bunları bildik. İndi isə gəlin bu ikinciyə baxaq. Ox işarəsini yenilir. Burada A ilə B-ni toplayır. Baxın. Ox işarəsini, yəni bunların arasındakini baxın. 28 birində oldu. 32 isə birində oldu. Burada ox işarəsi nədir? A ilə B-nin cəmi. Yəni biz burada A ilə B-nin cəmini toplayarkən burada olacaq 10, 60. Cavab burada olacaq B variantı. Keçək ikinci sualımıza diqqətlə baxaq. Yenə burada da həminki kimi sadəcə burada kvadratda yüksəltmə var. Birinci baxaq. Baxın, birincidə yumruqdur. Burada da həmçinin yumruqdur. İkincidə isə üçbucaqdır. Birinci bu 6 ilə 2 ilə başlayaq. Sonra digərini eləyəcək. Gəlin A-mız olsun 6, B 2 olsun. Deməli A oldu 6. B oldu 2. 6-ın kvadratı neçə eləyir əziz dostlar? 36. Burada olacaq cavab 36. İndi isə B-ni 5-i 2-ni qoyaq. 5, 2. Yəni 5-in kvadratı neçə eləyəcək? 25. Burada isə üçbucaqda isə A ilə B-nin çıxması. Baxın bu. Yəni biz 36-dan 25-in çıxacağıq. Edəcək 11. Doğru cavab Y var.